Hər kəsi salamlayırıq. Bax, sizə nə göstərəcəm? Sizə göstərəcəm ki, zazamleniya dediyimiz şey var, torpaqlama. Bax, adı üstündə torpaqlama. Bax, biz bir dəqiqə bu torpaqlamanı qoyuruq bura. Bax, bu nədir? Bax, bu torpaqlamanı aparıq bura. Yəni, zazamleniyadır. Bu avtomobillərdə, hibrid avtomobillərində, plug-in hibridlərdə əsasən tok qoymağa da, yəni axşamlar şarj eləmək üçün dənizin avtomobilinə bax, bundan çəkmişik. Və burada torpaqlama indi nədir? Bütün evin kondisioner sistemini bax, torpaqlamadır. Bunların hamısını, bütün evdə nə varsa, bütün hamısını torpaqlamanı gətirib qoşacağım buna və aparıb yerdə buna torpaqlama, yəni zazamleniya yaradacaq. Çünki evdə ütü, xaladenik, kondisioner, nələr varsa hamısında bu zazamleniya olmalıdır. Amma mən hər zaman demişəm, avtomobili özümüzdən çox istəyirik. Bu da subutu görsən, avtomobilimiz olanda artıq zazamleniya yaradırıq, torpaqlama yaradırıq, bütün evi də bundan sonra qoşuruq. Hansı ki, bu evdə biz 15 ildir yaşayırıq, 20-ci ilə yaxındır ki, bu evdə yaşayırıq. Amma indiyə qədər zazamleniya qoymamışdıq. Zazamleniyanı da qoymuşdu, bir əvvəlki bu evin elektrikini çəkən ustalar gör hara gətirib. Bu dəmirə gətirib bir dənə zazamleniya verib, kondisionerin zazamleniyasına. Belə olar, olmaz. Artıq indi avtomobilə görə bura cəryan mənbəsi qoyuruq. Ondan sonra da zazamleniyanı da qoşacağım bura. Bütün evin hamısında şunlarında zazamleniya var. Gətirib hamısını qoşacağım bura. Zazamleniya da nədir? Torpaqlama da nədir? Bax, sizə də göstərirəm. Bax, göstərin. Bax, burada qazacağım. Kabeli də atacağım içəriyə. Bax, burada torpaqlama adı üstündədir. Bax, gətirib burada. Burada da bunun tərifi var. Mən Yaşar Usta bunu deyibdi. Bunun tərifi necə olmalıdır? Bu zazamleniyanın necə olmalıdır? Yaşar Usta'nın da özünü danışdıracağım. Zazamleniya nədir? Yəni torpaqlama da Azərbaycan dilindədir. O nədir? Necə qoşulmalıdır? Necə vurulmalıdır? Onun tərifini də sizə mən yox, elektrikimiz Yaşar Usta deyəcək. Hər evə lazımdır. Avtomobil plug-in hibrid oldu, toka qoydun, qoymadın. Bütün evlərdə bu zazamleniyanı mütləq qoyun. Zaman gələcək ki, hər kəs deyəcək ki, kaş ki qoysaydım, kaş ki bu insan bugün həyatda olardı. Hər kəsi yenə də salamlayıram buradan. Mən evimizdə zazamleniyanın yəni tərifini sizə göstərdim ki, mən elə bilirdim ki, bax, belə eləmək lazımdır. Onu indi nə edəcəyik? Bizim Yaşar Usta, hər kəsin tanıdığı bir elektrikimiz var, sənətkarımız və oxumuş, yəni savadlı bir elektrikimiz var. Onu sizə ondan öyrənəcəyik ki, bu torpaqlama, zazamleniya dediyimiz şey necə olmalıdır? Yəni bu avtomobilləri bugünkü gün hər kəs qoşur da evində. Plug-in hibridlər, yəni çanqana olsun, nəyə olsun, digərləri qoşmağında düzgün eləyirik, yoxsa düzgün etmirik. Bunu məhz Yaşar Ustanın və evində və özünün ayrıca eşitmişəm ki, bir otağı var. Oradan öyrənəcəyik, görək, bizə göstərsin, görək, biz düz eləyirik, yoxsa səhv eləyirik. Aha. Qapısını bir döyək Yaşar Ustanın darvazasına. Görək, evdədir, yoxsa evdə deyil. Mən demişdi ki, günortadan sonra evdə oluram. Salam Yaşar Usta. Necəsən qardaş? Həmişə xeyir işlərə gələk evinizə. Maşallah, maşallah. Gözəl də həyət evim var. Xeyirli uğurlu olsun. Xurmalar da bizim də həyətdə var, bilmirəm indi. Ha, bu dəqiqə tam yetişib bax. Bunlar yerə şaxta görə yetişər. Həqiqətən də elədir. Bir dənəsi yetişib, onu gedəndə yeyərik. Qurbandır, halal olsun. Yaşar Usta, sən iş yerin buradadır. Bir iki dənə sualım var sənə, zəhmət olmasa onu bir mənə aydınlıq gətir ki, içim mən qarışıq. Plug-in hibridlər və yaxud ki, elektromobillər olan bir evlərdə nələr eləməliyik, deyinəməliyik. Yəni bunu səndən rəsmi tərəfini öyrənmək istəyirəm ki, biz etdiklərimiz doğrudurmu? Mən nə edirəm? Elə var ki, getmişik ki, bir 20-30 santim bir əlində bir dəmir, misal üçün nə götürək? Ben bir dənə götürək, bax, belə bir şey. Bax, bir dənə belə bir şey. Bax, bir dənə, bax, belə bir şey götürür, salır yerə, gətir burasına da bağlayır, bundan sonra da dibinə duzdan, sudan deyir ki, belə olmalıdır. Bunu necə eləməliyik, Yaşar Usta biz? Ümumiyyətlə, torpaqlama ağır bəhs. Yəni, əyləşəylə şuradan. Torpaqlama bəhsi ağır bəhs. Yəni, bunu elə-belə cəmaat elə-belə baxır, amma elə də... Bu tək avtomobiller üçün, yoxsa bütün də lazımdır? Yox. Nə qədər harada ümumiyyətlə elektrik işi varsa, elektrik avadanlığı cihazları varsa, torpaqlama mütləqdir. İndi bizdə biraz ona səhti baxırlar, amma əslində elə deyil. Bu, temboli bu maşınlarda, indi rus sözündə basılır. Maşınlarda ən vacib şeydir. Çünki bu hibrid maşınlarında, plug-in hibrid maşınlarda, yeni nəsil pnevmatik maşınlarında, hibrid maşınlarında bunda 200 voltdan 800 volta qədər burada gərginlik olur burada. Yəni bu hər an sızma ola bilər. Məsələn, adamı da vurub öldürə bilər. Bu 800 volt demək nə demək?
Bu şəbəkədən 220 voltla və yaxud da 380 voltla qidalanır. Bunun üçün bu torpaqlama mütləqdir. İndi torpaqlama Torpaqlama necə olur? Nə ilə? Budur, mis deyir əsasında. Bu çubuq, bunun misi də var, dəmiri də var. Nə olmalıdır? Əsasən nə Əslində olmalıdır? misi olmalıdır. Bir də bax belə bir 44-ün 40 millimetrlik olan polad lentalar var. Bunlarla məsələn vermək olar. Onlar yox, bunlarla olmalıdır əslində. Bu da yerə bir bastırılmalıdır yoxsa çöldə? Mütləq. Bunları bir 50 santim əgər lenta ilə işləyirsənsə, bir 50 santim dərinlikdə, o da o məkanın haradakı bu torpaqlama veriləcək, onun yerin nəmişliyindən asılıdır. Bakı şəhərində ümumiyyətlə torpaqlama biraz o qədər dəqiq işləmir, çünki hər yer qumdur. Torpaqlama ən gözəl keçiriciliyi gildir. Yəni gil çoran yerlərdir. Gil, bəli. Gil nə qədər məsələn ən gözəl birləşmə. Bakının eləçəri bizim həyətdə də gil yaşarsa. Yox, gil də var, qum da var hər yerdə. Yəni bu lenta ilə 40-ın 4-ə millimetr olan lenta ilə torpaqlamanı verəndə, məsələn 50 santim bəs eləyir. O dediyim kimi o məkandan asılıdır. Ola bilər ki, o məkanda nəmişlik azdır. Biraz dərin, nə qədər dərin olsa o qədər gözəldir. Ki nəmişə getsin də, nəmə getsin. 50 santim bəs eləyir. 50 santim, 1 metr nə qədər dərindən şey eləsən, o qədər keyfiyyətli torpaqlama lazımdır. Məsələn, bununla torpaqlamanı verəndə düz buzaq şəkildə düz buraxıb, məsələn 5 metrdən bir məsafəsi ilə 3 dənə çubuq və yaxud da 5 dənə çubuq, dəxli yoxdur, verib. Təxminən bunu çöldə bir göstərə bilərik. Göstərərik. Bir də məsələn bu çubuqlardır ki, bunlar da məsələn metr Bu yarım. hərcin istəyir, yoxsa belə Yox, indi bu cəmaatı məsələn anlatmayaq. Bu görsən dəmirdir. Ortası dəmir, Məsələn, üzüm mən burada istəyir. qoy bir dəqiqə mən bunu sübut edeyim. Bax bu görsən maqnitdir. Şık. Bura bax. Poladı maqnit. Maqnit yox, misi tutmur. Misi tutmur. Bu dəmiri tutur. Bura bax, bu tutdu. Amma bizdə də satılan budur. Bunun bənzəridir. Belənsə bu tipdə mis çubuqlar olur. Mis çubuqlar olur ki, məsələn o anda basırırsan yenə o yerin nəmişliyindən asılı. Metr yarım, 2 metr dərinliyi. Məsələn 1 metr olanlar da var bunların, amma ortalama metr yarım normaldır. Yəni o 3 qanuni mis və polad olmalıdır. Mütləq. Amma dəmir çalınırsa biz onun 50%-dən belə yararlanırıq da, belə deyək də. Yox, dəmir də verir, torpaqlama verir. Məsələn, çox adam qaz turbasına, çöldə qaz turbasına bağlayırlar. O olmaz, qəti qadağandır, olmaz. İndi bu başqa bir məsələn sahənin sən avadanlığını aparıb İndi biz bilməyənlər aparıb bağlaya bilərlər. Olmaz, o verirlər amma o düzgün deyil. Bu torpaqlamanı dediyim kimi ya belənsinə məsələn 1 metr yarım mis çubuğuna yerə indi bir dənə zəhmət olmasa yaşar. O təxminən məsafələrini təxmini məsafələrini göstər görək. Biz evdə, həyət evlərində necə bunu neçə metr məsafəni? Məsələn, bax indi bu burada məsələn daş döşənibdir. Deyək ki, bax bu hissəni çək, burada görsən ağaçlıqdır, nəmişlik məsələn. Orada da yarada bilərik də, əsas deyil. Mütləq, əslində ən gözəl yer torpaq olan yerdir ki, məsələn burada nə ilə? Bax bu da elə bunlarla məsələn. Bax, birini qoyduq bura. 3 dənə bunun qoyduq məsələn, hər birini 3 metrdən bir qoyduq. Adeta torpaqlamanı üçbuzaq şəklində veririk də, belə. Arasının arası məsələn 3 dənə demək olar ki, nə qədər olmalıdır bunların məsafəsi? 3 metr. Mən baxın görmürəm. 5 metr. 1, 2, yəni 5-10 dəxli yoxdur. Azı 3 metr olmalıdır. Ən azı 3 metr olmalıdır. 5 metr də ola bilər. O məsələn 3 metrdə bax bu çubuqlardan. Bu çubuğun uzunluğu nə qədər olmalıdır? Metr yarım bu çubuqdan, amma dediyim kimi o seçiləcək məkan nə qədər nəmişlik olsa, torpaqlama o qədər keyfiyyətli olur. Bax mən burada məsələn dinləyicimizə bir dənə söz deyim. Torpaqlamanın bir dənə əsas vəzifəsi şassi ilə, yəni gövdə ilə. Nə olur olsun onun şassisi gövdəsi var. O gövdə ilə torpaq arasındakı müqaviməti 4 ohma voltajda 1 volta yendirməkdir. Əsas vəzifəsi, birinci vəzifəsi odur. Ondan sonra məsələn gəlir bu plug-in hibrid maşınlarında məsələn o alətlər ki qoşulur. Onların içində RCD-si var, BMS-i var, BMS, yəni bateriya monaqvit sistem, bateriyanı qoruyan sistem, bir də RCD. Bu da şeydir da, İngilis sözüdür. Bu da toşlu bu evlərdə dif qoyuruq. Türklər buna qaçaq qoruma relesi deyir, biz cangüdən deyirik. Amma RCD İngilis səsidir, Residual Current Device, belə demək. Yəni qaçaq elektriklərin qorunması, elektriklərdən daha doğrusu avadanlığın qorunması. O sistem əgər maşınlarda mütləq var. Məsələn, çox adam deyir ki, mən məsələn torpaqlamanı qoşmuram. Bax bu mən
TikTokda çox məsələn rastıma çıxır ki, Mən torpaqlama qoşmuram. torpaqlamanı deyir, qoşmayanda 12 saat göstərir. Yəni dolmaq 12 saatdan sonradır. Torpaqlamanı verəndən sonra 5 saat göstərir. Niyə? Ona görə ki, qardaş, bu onun içində təhlükəsizlik sistemləri var. Dediyim kimi RCD-dir, BMS-dir, BMS. O sistemlər BMS bateriyanı qoruyur. Amma RCD o cəryan, qalıq cəryan, qasaq qorumada belə sızıntının qarşısını alır. Əgər bir şey olan kimi avtomatik o gərginliyi kəsir. Və o sistemlər o maşının içində olduğuna görə onlar torpaqlama olmadan işləmir. Torpaqlama olmadan işləmir, yanı nətər işləmir? Tam yox, %50. Yəni evdə desək ki, ütümüz torpaqlaması işləyə bilər. Bir dəqiqə baxışda 50% işləyir. Məsələn, onun içində məsələn sistem var ki, torpaqlama olmayanda o məsələn 50% göstərir dolmağını. Niyə? Çünki torpaqlama yoxdur. Gələn gərginliyi tam göndərmir. O inanmır ki, məsələn bateriya mühafizə olunur ya olunmur. Ona görə 12 saata yavaş-yavaş dolur. Amma o ki gördü ki, torpaqlama %100 məsələn adın sən denə. %100 torpaqlama varsa, sistem onu görəndən sonra da tam gücü ilə işləyir 5 saata normal o doldurur onu. Torpaqlama olmağı mütləqdir. Torpaq mütləqdir. Torpaqlama Temboli maşınlarda mütləqdir. Yəni torpaqlamasız o mümkün deyil. O hibrid maşınların qoşasan o da işləyə. Əvvəla maşını qoruyur, ikincidə canını qoruyur, qardaş. O dediyim kimi adamı vurub öldürə bilər, sızıntı ola bilər, bateriyaları xarab eləyə bilər, sistemi sıradan çıxarda bilər. Ona görə də torpaqlama mütləqdir. Torpaqlamasız ümumiyyətlə heç bir evdə, məsələn bütün böyük binalarda da hamısı onlarda indi məcbur verirlər. Onlarda rahatdır. Şaxta ilə qalxır, orada hamısı bütün evlərə gedir. Amma şəxsi tikilən bu villalarda zadda məsələn çox biz işləyirik də bunları. Gedirik bu torpaqlama mütləqdir. Torpaqlama olmasa evdəki avadanlığın heç birinin qarantisi yoxdur. Bu Çin avtomobillərinin də plug-in hibridləri götürək də. Biz də elə birinci onu sualı verim sizə ki, plug-in hibridlər nə qədər evin mənbəsindən tok götürür? Bəlkə mənim evim ona cavab vermir. Mən ona hələ əlavə də qurğu yaradıram da. Bu gün demək bizim baş şəhərində. Lap çanqanları deyək. Bax Unizələr, Ona gəlirdim, sən mənlə qabaq istədin. Bu gün baş şəhərində ən çox yayılan bu unizələrdir də, məsələn çanqanlar. Hətta çanqandır, bivaydilərdir, digərlərdir. Hamısı bivaydi zat, hamısı. Yəni bu çanqanlardan söz düşür, ondan danışaq. 3,3 kilovat, 4 kilovata qədər bunların kənar şəbəkədən qəbul elədiyi. Şəbəkədən qəbulu var. Şəbəkədən qəbul elədiyi gərginlikdir. Məsələn, pnevlər var, pnevmatik maşınlar var. Bu da adın səndən o Kia'lardır, Hyundai'lardır. Aha, Mercedeslər, BMW-lər deyək də onlara aiddir. Bunlar 6,6 kilovat, 7 kilovata qədər yük götürür. Amma bu son model bu adın sən deyinə bu yəni tam elektrik. Tam elektrik olan maşınlar. Onların nə qədər sorunu var? Onlar 11 kilovat, 12 kilovata qədər. Onlar nə qədər gör bunlardan plug-inlərdən çox götürür? Bunların 220 voltu var, 380 voltu var. Ya 220 voltla qidalanır ya da 380 volt. 3 faza deyək də belə deyək. 3 fazada 380. Yaşar bir dənə sual verin. Mənim evimdə əgər mənim çanqan Unizem varsa, bizə hər hansı bir qonaq gəlibdi, onun da elektromobili var. Düzdür? Mən həmin xəttdə onun ştepselində, yəni rozetkasına salıb istifadə edə bilərəm. O mənə cavab verəcək. Sizin maşınınız nədir? Qonağın maşını nədir? Əgər qonağın maşını məsələn hibrid elektromobildir. Mobildirsə, sizinki Unizedirsə, əlbəttə ki, olmaz. Bizimki 3,3'dür. O 3,3 isə onun götürdüyü en kəsi 4 kvadrat millimetr olan məftillə işlənir. Amma bir də 16-20 amper avtomat qoyulub ona. İndi bu 11 kilovat, 12 kilovatda realtılıq şunurda o yoxdursa sizdə o necə qoşa bilər? Necə qoşa bilər? Qoşarsan ona da hər kəs özünün həyatında öz maşınına uyğun çəkim edir. Maşında nədirsə, nətər deyim, Polojnadsa, nə mümkünsə verilirsə, o da olmalıdır. O da olmalıdır. Yəni kənara sıxmalıdır. Mən desəm ki, yox, bizim evdəki məftilimiz yetərlidir, istəyir elektromobil gəlsin, qoşsun. Onda neçəli kabellə bunu çəkməliyik ki, tam cavab versin. Biz 11 kilovata neçəli kabel? 6-lıq pol nüvəsidir. Yəni, amma standartdan söhbət gedir. 6-6-dırsa əgər. Gedək orada mən, məsələn, bir şey göstərəcəm yaşarsan. Çünki, bax, o günləri mən... Bu da bugün kim olsa batdıqda üstün mis, içi dəmir. Bu bəzəkdir. Üstün mis, içi dəmir. Məsələn, ya burada məsələn bir iki şey izah edeyim. Məsələn, nə olsun ki, deyək ki, məsələn, buradan şunlardan baxaq, məftillərdən. Deyək ki, bu dörtlük məftildir. Bu dörtlükdür. Bu dörtlük məftildir, elə. Adı dörtlük, yox, içi. Yox, indi ona baxaq da. O yoxlamaq üçün, indi o biraz uzun çəkər. Aha, bunları məsələn, görsən, bax, sayılırsa, dəxli yoxdur. Bunu məsələn, avtomata bağlayırsan, burada məsələn, bax, var.
Bura görünmə bir dəqiqə bax. Burada məsələn deyək ki, rozetkaya bağlayırsan. Aha, bəli. Evdə Rozetkaya bağlayırsan. Bunu belə bağlamaq qəti qadağandır. Və mən bunu loru dilində buradan bir dənə məsələn şurup götürək. Lap elə şurup deyək ki bu. Aha. Bax bunu məsələn götürüb buradan bağlayırsan elə. Bəli. Bağlayırsan. Bax, aha. Bu avtomatda, rozetkada, hər yerdə harda ki məftil bağlanır. Aha. Buradan bunu sıxırsansa, Nə qədər çöldə nə qalırsa- qədər sıxır, Aha. o boyda yerdən məftil Aha. cəryan axıdır. Bəli. O qalan hamısı da qıraqda qalanlar elə bir Evin yuxarıdan istəyir bir dənə altılıq olsun, onluq dəxli olsun. yoxdur. Aha. Ona görə də bax bu Mənbədən məftil- yetərincə normal götürmək Bunlar lazımdır. bax görsən bu məftil ucluqları var. Aha, bunu bura Bunlar nədir yaşarsa taxmadan. bunlardır. Bunlar da dəxli yoxdur. Hər cür. Hə də ölçü iləndir da. Bu 2 yarımdır, o 4. Lap böyükləri də bunlardır. Bunlar indi onu da deyəcəm. Bax bunu gördün, bunu taxdın qardaşın bəli. başına. Aha. Məftilin başına. Bunsuz qəti qadağandır. Mütləq ondan olmalıdır. Bunun da aha, şey var. Sıxımı var. Adın sən, kəlpətini var. Qoydun qardaş, bunu sıxdın. Heç məsələn bu deyək ki, hər adamda olmaya bilər. Adi götürsən Adi kəlpətini kəlpətini. qardaş. Ha, kəlpətini Üç götürdün yerdən. 1 yerdən, 2 yerdən, 3 yerdən, 4 yerdən deyək ki, sıxdın, tam inandın ki, bu töyləşdi. Aha, bəli. Ondan sonra artıq Töyləşəndən sonra rozetkaya qardaş, sərbəst var. Hara taxırsan tax. Onu qanunu budur yəni. Qanun budur. O ki qaldı məsələn bu birisi nakoneşniklər, şeydə kabel ucluqları türlər buna papucu deyir. Məsələn bax bu zemliyyat çubuğu deyil. Bax zemliyyat çubuğu. Əslində məsələn bu zemliyyat çubuğunu qoy bir dəqiqə açım. Aha. Məsələn daha onu açmağa dəxli yoxdur. Məsələn çöldən deyək ki ya ola bilər katanqa simlə gələ bilər, ya 35-lik 50-lik mis kabellə gələ bilər. Bu il məsələn indi əlimdə olan 25-likdir. Məsələn məcbur deyil ki bu hansı kabelin Yoğunluğu varsa o ölçüdə də şey o ölçüdə də bunu şey eləyirsən. Onun da məsələn presi var. İstən göstərə bilərəm. Ondan preslə onu sıxırıq qəşəng. bəli. Ondan sonra da o şey var. Ucluqlar var. Əslində qanun belədir. Bunu hamısını bərkidəndən sonra bax bunun bu hissəsini o çexollar var. Çexolu geydirsən, Bəli. içinə də qır tökürsən, əridirsən ki, oradan su təmas eləməsin. Ki, bir ildən, 2 ildən sonra paslanıb Orada buzlar artıq yeməsin. bəli o şeylər olacaq. Bu kontakt burada Kirəslənmə. möhkəm inanımlı olmalıdır ki, bu Bizim kontakt. evin girişi elədir. Sabah- İşıq arasından gəlirlər, onu velənsə əllərini bağlayırlar, O gəlirlər. düzgün Bir deyil aydan ki. sonra bir Çox də. yerdə aha belə deyək ki, məsələn, götürdülər bir dənə kabeli, aha bir dəqiqə bağışla. Götürdülər bir dənə kabeli, aha, açdılar şeyini. Bəli. Adını sən deyək. Çıxolunu soydular. Aha. Çıxolunu soydular. Götür, aha, yavaşça bura bağlayır. Bağlayır. Aha, buradan da Aha. düyünlür. Üstünü zanetdir. Bağladı üstündə izolent etdik Ha, da. iş Bir düzdür. müddətdən sonra o izolent ləğv olur qardaş. Bəli. Aha, burada şey Kirəslənmə başlayır arasında onunla. kirəslənmə başlayır, boşluq başlayır. Da bunun sənin nə mənası? İstəyirsən sən bunu 100 metr basır yerin tərsinə. Heç bir mənası Yəni olmaz. nə Ona görə edirsən də- normal düzgün eləmək Bax, lazımdır. bu məsələn görsən bu kabel belə yerdə, aha bax bu kabel ucluqların şey eləyirsən. salmalısan taxtın onun bura. içərisinə. Qoy bizə dəqiqə onu da göstərim. Sıxıcı ilə də sıxırsan. Ha, bir dəqiqə, burada bizim məsələn Yəni işi görürsə yaşarsa tam görmək lazımdır da. Bax. Ha bu gözəl. Bax buranın Bunlar səhər- hamısı yaşarsan alətləridir. Bunun səhər bax görsən burada bütün razmerlərin Sıxıcılar var. sıxıcıları var. Bu da ki Xamutları var. aha hidravlik Hidravlik oldu. üstü. Bununla Sıxırsan sıxırsan. Bunu möhkəmdən işləyənlər bunun hamısını Bəli. bilir. Bu olur Amma ömürlük. görsən bax bunu götürdün. Aha. Bu ikisini bunu geydirsən burada. Lap belə qoy. Salım qoy lap aydın görsənsin də. Aha. Bunu taxdıq bura. Məsələn bununki budur. Aha, bunu da taxdıq bura. Belə deyək. Hər ölçüdə var. Hər ölçüdə var. Ta 300-ə qədər hər ölçüdə var. Aha. Bunu qoyduq bunun arasına. Bunu da buradan yağını bağladıq. Aha. Başladıq əlimizlə bunu. Aha. Tutdu. İndi mən bunu hayf eləmirəm, sıxmıram. Aha. Bunu sıxdıq. Sıxdıqca o kabel onun içində sıxılır. Bəli. Yaxşı, Düzgün indi- iş budur. Bəli, yəni qanun budur. Bu indi bunu sıxdıq. Adın sən deyən. Bunu kabeli tam burada sıxdıq. Məsələn indi mən yanımda böyük kabel yoxdur. Məsələn nazi ilə göstər. Bunu sıxandan sonra burada bax, belə bir şeylər var. Bax, aha, bax bu şeydir. Adın sən deyən. Qoy lap mən onu bir dəqiqə ondan bir dənəsini qoşum. Hanı mən? Sağ ol, Burada sağ ol. var. Burada var bir dəqiqə. Der tutun yaşarsa. Ya eteş yoxdur. Aha, bax. Aslında bax bunu kəsdim. Saldım bura. Güzəlliyəsən içərisinə. Ha, bunu Bəli. saldım bura qardaş. Onda biz də istifadə edirik işdə. Yo, mütləq Yandırırıq. olmalıdır. Hə, da indi Yandırandan onu, sonra yox, da- yandırmaq yox, onu da deyəcəm deyən. İstisna. Aha. Onun özəl
Aha, bunu saldıq bura. Aha. Yəni bu mütləq olmalı. Bax bu da bunun Fenidir. fenidir. Ha, bizdə fen yoxdur, taxtıq onu biz bura. zajqarka ilə yandırırıq. O da olar, istilik ölsün də. Aha. Kim versən? Aha. Baba yığıldı. Aha. Bunu bu şəkildə əvvəlcə bundan tam inanırsan ki, İzolyasiya edirsən. izolyasiya olduğu. Ondan sonra bax belə bir şeylər var məsələn. Aha. Belə bir lentalar var. O qırrı lentalardır. Aha. Onlarla bağlayırsan. Ondan sonra Yaşar, sən evlərin hamısını belə işləyirsən. mütləq onlarsız işləmək olar. Sən bu evi neçə ay onda qurtararsan, neçə eləyərsən Yox, onda? işin keyfiyyəti olmaq üçün onu da İstəyir pullu olsun, pulsuz olsun, işin qaydası budur. Ya bu işi işləmə, ya da ki işləyirsənsə etibarlı işləməlisən. Bax məsələn deyək ki bu lenta ilə zemliyan torpaqlamağı vermişik. Bunu da bura boltkayka ilə bağladıq. Bağladı. Aha. Boltkayka məsələn buradan bir dənə də qoy görüm buradan. Aha. Deyək ki məsələn bax. Götdük saldıq boltunu. İndi qaykasını salmıyıq. Bağladıq. Möhkəm Bax bağlayırsan. bu hissəsi mütləq qırranmalıdır. Qırranmalıdır. Qırranmasa o gec-tez bu kontakt itəcək orada. O kontaktdan hiss olandan sonra da nə mənası var? Sən bunun zemliyan dediyim kimi istəyirsən 10 metr, istəyirsən qızıldan çal onun şeyə. Nə qədər bunun əziyyəti, nə qədər işi var. əziyyət Amma hər kəs olmasa- bir dənə elə 1 metr bir şey çalıb Yo, yerə yo, ki, yəni bu olmaz mənim axı, elə zemlyamda. olmaz. Yaşar, bir dənə də sual verim Buyur. sizə. O çalırlar, onu da dibinə aparırlar, əllərində bir çıxızana belə duz atırlar. Yəni o nə dərəcədə doğrudur? Mən deyim, belə deyim də, duz biraz kesiriciliyi artırır. Əslində su kesirici deyil. Aha. Duzun suda məhlulu kesiricidir. Ona görə o suyu məsələn çox vaxtı dəmir borular götürürlər. Deyək ki 100-lük, 200-lük dəmir boru. Hardasa 1 metr yarım. Əvvəlcə onu basırırlar. Onun içinə də torpaqla duzun qarışığını tökürlər. tökürlər. Sonra da üstünə O məhsulda onu yox, içər. su tökürlər. Su tökürlər ki, o düzdür, bir müddət yaxşı kesiricilik verir. Amma o duz orada gec-tez bunu yeyəcək. Yəni tökər isə ola də bilməz duzu, ki- misal üçün 3 litrlik bir bankada duzu həll edib suyunu töksə yaxşıdır, yoxsa duz atsan yaxşıdır? Ha yox. O onsuz da sən o duzu tökəndə ora o suyu tökürsən, o onsuz da o duz su ilə həll olur, məhlul yaranır. Kesiriciliyi buna kesiriciliyi yaxşı verir. Amma bir müddət keçəndən sonra yavaş-yavaş o duz başlayacaq bunu yeməyə. Mümkün deyil ki duz məsələn metalı yeməyə. Duz yavaş-yavaş bunu bir müddətdən sonra o da əriyib çürüyüb yox Bu olacaq. torpaqlama da zazəmliyinə də bizə hər an lazım deyil. Da yer yəndə bir anlıq lazım olacaq, o insan həyatını qoruyacaq. Bəli, bu əvvəlcə məsələn tormuz maşında niyə lazımdır? Hətta hər zaman işə yarayır, amma Aha. bir anlıq olmadısa, Bax özün maşın ustasan. bəli. Bu işi məndən əla bilirsən. Bax indi belə danışaq da, torumuz nəyə lazımdır? Bu ikisi niyə dəyişirəm ki? Bu şlankların niyə dəyişirəm ki? Var da bu. Bu nə vaxtsa birdən Lazım gaza birdən olur. Bəli, da. dadına çatma anında. Məsələn bax, burada qoy görüm mən bir dənə şey. Məsələn belə deyək də, bax torpaqlama nə təhər işləyir? Torpaqlama fazada bu induksiyadan yaranan gərginlik, bunun indi transformatorun birinci, ikinci sarıları var, 10 minlik yer maqnit seli yaradır. Oradan ikinci sel şeydən ikinci maqnit seli ikinci sarıda yaranır. Oradan başlayır axmağa. Bu dövr eləyir. Elektrik qanununda belə bir şey var ki, elektrik işinin görülməsi üçün dövrənin qapanması lazımdır. O nə deməkdir? Məsələn, birinci sarğıdan çıxdı gəldi, deyək ki, rozetkalarımız. Bu hələ qapanmayıb. Bu ikisi qapanandan sonra elektrik işi görülür. Ora məsələn, deyək ki, biz lambuşka taxırıq. Nə bilim, pilətə taxırıq, televizor, nə taxırıqsa onu orada qapayırıq. O qapanandan sonra elektrik işi görünür. Demək, faza dövr eləyir. Elektronlar buradan gəlir, noldan qayıdır, gəlir, qayıdır. İndi hər hansı bir yerdə sızıntı olsa, məsələn 30 milliamper, 0.003 amper. Yəni 30 milliamper əgər o sızıntı olanda bu torpaqlamanın şeyləri var da, avtomatları var, diflər məsələn, qasa qoruma reliləri var. Onlar məsələn onu görüb hiss eləyən kimi, indi burada məsələn bir şey var da, cəmaət deyir ki, o hiss elədi, o atdı. O dəmir niyə adam hiss eləyər? O heç nə hiss eləyib eləmir. Qoy bir dəqiqə mən sizə bax burada bir şey deyim. Bax bu həmin o difdir. Aha. Bax bu görsən həmin difdir. Bax bu. Aha. Aha, bu həmin difdir bu. Bu məsələn ondan ötürüdür ki, bu həm faza tərəfdən, məsələn, belə deyək də, dövriyyənin qapanması, bayaq dediyim kimi, elektrik dövriyyəsinin qapanması ya faza tərəfdən buna
gərginlik gəlməlidir ki, iş görülsün, ya nol tərəfdən. Hansın qasaq gördüsə, o avtomatik o xətti kəsir. Çünki bu elektron, indi mən onu oturub danışsam, 2 sutka vaxt lazımdır ona. Onun vəzifəsi odur ki, ya o, məsələn, dövriyən, elektrik dövriyyəsinin fazadan girib, Türkün sözü, məsələn, deyək ki, orada, məsələn, 3 kilovat yük dövr eləyir orada. 12 kilovat, 100 watt nədirsə qoşubsan. O devr eləyir. Əgər oradan ən az 30 milliamper sızıntı ya fazadan ya noldan axıntı olan kimi dif işə düşür. Diferensial avtomat işə düşür. Avtomatik xətti kəsir. Xətti kəsir ki, get qardaş, axtar tap. Bu məsələn. Hə, burada hardasa qəza var. Bunu axtar tap, hə. Yəni o çox gözəl bir şeydir. Onun bütün evlərdə. Mesela bir de son sual vereceğim. Sizin de burada harda burada da görürsünüz. Bunda problem var getiripler düzeltmeye yoksa O öz maşınımız. öz avtomobil sizde de plug-in Allah'ım hibrit ya kısmet eləsin. Amin. Bir dənə ONZ almışam. Bu da ne o. yaxşı. Aha, Bu şarjı. da onun adaptörüdür. Bu da onun adaptörüdür. Taxırsan. Bayağı elə yaxşı oldu bu sualı verdin. Bax burada məsələn kes bu tərəfdən qoy, çəki qoy, işıq düşsün. Aydın göstərsin. Bax bu. Görsən 1, 2, 3, 4, 5, 6, 7 dənə burada yuva var. Aha, bəli. Bu yuvaların bax bu ortadakı olan torpaqlama yuvasıdır. Üstdəki olan 12 voltdur ki sistemi açsın. 12 volt o sistemə getməsə, CC ilə CP-lər. bəli. O CC və CP yazılır. Yox, o bəli, o 12 volt o gedib şeyi açmaqdan ötürüdür. Sistemi açsın. Bu 220 voltdur. Bax görsən L1 yazılıb, L2 yazılıb, L3 yazılıb, 0 yazılıb. Bu dəqiqə məsələn bizə lazım olan bizdə evdə işləyən 0 fazadır. 0 faza bu 2 dənə L1-lə 0-da işləyəcək. Bu iki yuva görsən boşdur. Bəli. Əgər 3 faza olsa, bunlar da dolu olacaq. Bunun kimi kontakt olacaq. Aydındır. Onda 3 faza bura birləşib var da 3 faza 380 voltla işləyən maşınlar da var ki, o onda lazımdır. Amma bir dənə də sual verim. Elə Yunize'dən söhbət getdisə, elə Yunize ilə bağlı sual verim. Yunize'nin tok götürümü, cəryan götürümü evdən nəyə bərabərdir? Evdə istifadə elədiyimiz deyirsə, ütü nə qədərdir? Ütülədiyimiz evdəki ütü. 1 kilovat yarım, 2 kilovat. Bu nə qədər? Bu 3,3 kilovatdır. Bir dənə 100 kvadrat olan kondisioner, məsələn, yüzlük kondisioner. Deyək ki 3,3 kilovat, 3,5 kilovat. Həmən elə o boyda yük daşıyır. Nə qədər o onun indi düzdür, zapusku vaxtı o qalxır 6-7 kilovat. O da 1-2 saniyəliyə olan şeydir. Çünki o kondisioner, ümumiyyətlə motorlu avadanlıqların hamısı o işə düşmə anında 1-2 saniyə aşırı yüklənir. Ona görə onun indi hesablamıyor, amma ondan sonra da tam gücü ilə işləməyə başlayanda elə bir məsələn bir maşın, bir dənə yüzlük evdə bunun bütün hamı bilir ki, hədə yüzlük nə qədər tok aparır. Bu ONZ-in məsələn, bir dənə bu ONZ-in adını sən denə şeyi, yükü. Bir dənə kondisionerin elə bir yükünü aparır. Yüzlük kondisioner. Yüzlük kondisioner. Yox, 40-25 demək ki. 40-dan olsa 3 dənə. Yüzlük kondisionerin yükünü aparır. Ona görə də nə eləmək lazımdır? Düzgün cəryan təmin lazımdır, düzgün torpaqlamasını. Belə deyək də, məsələn 5 saata demək, mən özüm istifadə edirəm. İndi evdə uşaq, indi maşın evdə yox olsa göstərərdim yəni. 5 saat zaryatka eləyirsə, məsələn 5 saat, 10 saat, o 125 kilometr ilə bir yol gedir də. O var da, indi artıq olanlar da var. Yox, mən sırf söhbət söhbət gedir. 125 o da hardasa 2 manat eləmir. İndi biri var, məsələn, benzinlə o boyda yolu hesabla. Bir də qayıt tokunu. Sərfəlidir, əlbəttə. Beşər usta, sənə təşəkkürüm bildirirəm qardaş. Allah səni var eləsin. Bu sən özün bu həyat dedi ki, bunu günlərlə danışasan qurtarmaz bu elektrik sistemi. Dediyim kimi bu elektrik bəhsi elə bir bəhsdir ki, bunun günlərlə danışsan o qədər burada məsələn sirlər var. Mən 40 ildir də. Amma bunun adına qoyaq ki, birinci hissə, bunun ikinci, üçüncü hissəsi var. Mən bu işin içindəyəm. Yəni çalışdığım qədər indi məni tanıyanlar, sən özün də şəxsən məni tanıyırsan, bu sirlərdi kətdən. Bəli, düz sədrəm vaxtından tanıyanlar bilir ki, məsələn mən heç bir evə ikinci dəfə o türk demişəm, paftora və rus demişəm, getmirəm. Yəni bir dəfə işləyib çıxırıq. Bir dəfə işləyib çıxırıq. Mən həmişə ev yerləri başa salıram ki, indi hamı elektrik deyil ki. Deyirəm bu gün məsələn ev yoxdur, 1000 manat xərcə düş, keyfiyyətli mal götür. Bir dəfə şey. Sabah məsələn o deyir, atalar deyir, sonrakı peşmançılıq fayda verməz. Yevreylər nə deyir? Deyir ki, Yəhudilər, mən elə varlı deyirəm ki, gedəm ucuz şey alım. Ucuz şeyi 2 dəfə alırsan da. Amma bir də keyfiyyət şeyirsən, həm sənin üzün ağ olur, həm də ki, ev yəsi rahat olur da. İndi Yaşasınlar nömrənizdə verə bilərsiniz. Niyə vermirəm? 055, 070, ikisi də var yəni. 725, 95, 84. Bəli, həm ev çəkilişlərində, elektrik sistemində, avtomobillər üçün, evlərdə çəkilmək üçün, bunlar hamısı mümkündür. Elektrik işində mənim üçün. Bax, o günləri elə sən zəng eləyəndə mən bir o əllə kodlanan
Generator. Generatoru avtomatik AVR yığdım. İndi AVR sistem deyirlər də ona. O böyük generatorların hamısında AVR. Yəni kimə lazım olsa, yəni nə olsa dəxli yoxdur. O işıq sönəndə avtomatik işıq sönəndə generator kodlanır. Onlar işıq yanında sönəcək. Bu arada indi elə sistemlər var amma evdə solunur. Yox, nə Onu sönüb. Yox, indi ev üçün gərək kilovat məsələsi var da. Mən yığdığım bir dənə motordan Bir dənə təşkilatlar zatlar üçün əsas. kim hara istəyir indi o böyük generatorlarda adətə özünün üstündə o AVR sistemi olur. Da ona ehtiyac yoxdur. Onu gətirib qoşursan o sistem var. Amma balaca məsələn kilovat yarım 2 kilo. Bu da mənim burada bir dənə burada məsələn varımdır. Bunlar məsələn ruşnoy şeydir də generatordur. Ona məsələn start elinə kodlanır. Onda AVR yoxdur. Mən o sistemi yığıram. Özüm yığıram necə lazımdır. Qanuni şəkildə işləyir və salam burada yana. Yaxşı, Yaşar usta, saat da 6-ya 20 dəqiqə qaldı. Yaşar usta ilə təxminən yarım saatda söhbət edirik. Artıq radioya 6:00-da mən radioya çatmaq lazımdır. Ramal deyəcək ki, harda qaldın. Ona yerdə mən getdim Yaşar usta, bunun adını qoyduq. Birinci hissə, bunu ikinci, üçüncü hissəsi qoyacaq. Olacaq onun da ardını bizim tamaşaçılar üçün də nələr maraqlıdırsa deyərlər o barədə Yaşar